Vaxt var idi, valideynlər uşaqlarını məscidə getməyə qoymurdu. Nədi böyüyəndə vəhabi olar deyə. Bugün isə həmin uşaqları pul verib aparıb reabilitasiya mərkəzlərinə qoyurlar. Görürsünüzmü qardaşlar? Şəxsən çoxlarını elələrini tanıyıram. Hansı ki uşaqlar Allahı tanımaq istəyirdi, Quran oxumaq istəyirdi, amma valideynləri qoymadı. Bugün isə həmin uşaqlar reabilitasiya mərkəzlərindədirlər. Vaxtı ilə onların valideynləri deyirdilər ki, ona hələ din lazım deyil. Qoy hələ getsin toylarda zadda oynasın, başqa normal uşaqlar kimi cavanlıq eləsin. Hə, bəs indi nə oldu? Hardadılar indi o uşaqlar? İndi həmin uşaqlar lomkasının vaxtı çatanda anasının üzünə söylədilər, atasının üzünə söylədilər. Bugün nə görürük qardaşlar? Az qala hər evdə bir narkoman var. Narkomaniya baş alıb gedir, pozğunçuluq baş alıb gedir. Gənclər böyüklərə hörmət qoymur, ana atanı saymır. Sübhanallah. Vallahi nə qədər ki biz Avropaya, rockçulara, repçilərə, müğənnilərə, səviyyəsiz aktyorlara meyil göstərəcəyik, evlərimizdən də pozğunçuluq, narkomaniya əksik olmayacaq.